Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zühurun təcillə. İlahi, bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyə bizə nəsib et. İlahi, bizi dini və xadim olanlardan qərar ver. Allahım, bizi dinivi düşünənlərdən qərar ver. İlahi, bizim qəlbimizdə olan gizlin dualarımızı, hacətlərimizi bizlərdən qəbul elə. İlahi və Rəbbim, o kəslər ki, bizdən dua istəyiblər, o qardaş bacılarımın dualarını qəbul elə. Ekran qarşısına əyləşənlər var, onların hacətləri varsa, ya Rəbbəl aləmin, onlardan qəbul elə. İlahi, xəstələrimizə tezliklə şifaya acil inayət elə, övladı olmayanlara övlad nəsib elə, subaylarımıza gözəl ailə nəsib elə, ailə müşkül olanların müşküllərini tezliklə həll elə, borcu olanların borclarını verməkdə onlara yardımcı ol, evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbb, şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə, onların yaxınları, ailələri, övladları qəlblərinə hüzur və aramlıq nazil elə inşallah.